Salam uşaqlar, test izahına baxaq. Deyir, metal, iyon və kovalent rabitə. Metal rabitəsi hansı rabitədir? Deyir ki, yalnız metallardan ibarət olsun. İyon rabitə, biri metal, biri qeyri-metal olmalıdır. Kovalent rabitə, yalnız qeyri-metallar. Cavab burada B variantıdır. Hansı sıra üzrə kovalent rabitənin sayı? Demişik, kovalent rabitənin sayını tapmaq üçün həmişə duzlarda oksigenin valentliyini vururuq atom sayına 8. Bu eləyir bizdə ümumi rabitə və metalın valentliyini vururuq atom sayına. Bu da eləyir bizim iyon rabitəmizdən. Ümumidən iyonu çıxanda qaldı bizdə yerdə kovalent rabitə. Eyni qayda ilə burada da 2 vur 4 8 çıxılsın 1 vur 3 iyon rabitəmizdir. Ondan da çıxırıq qalır bizdə 5 dənə burada iyon rabitə. 3-də də eyni qayda ilə 8 çıxılsın 2 bərabərdir 6. Cavab burada demək ki, 2-də ən az da artma sırasını deyilir. 2, 3, 1, Y variantı. Uşaqlar, əgər bunun biz artıq 20, bu kalsium olduğunu bilmiriksə, artıq bunun elektron konfigurasiyasını düzəldəcək. 20 qutarır 4 S2-nin. Deməli, bunun qrupu neçədir? 2-dir, getdi metala. Sonra 8 bilirik necə qutarır? 2S2, 2P4. Deməli, qrupu neçədir? 6, getdi qeyri-metala. 15, 2S2, 2P3-dür. 5 dənə 2S2, 2P3. Deməli, 5-ci qrupdur, yəni də qeyri-metaldır. Deməli, bir dənə X-imiz metaldır, Y-lə Z qeyri-metaldır. Bilirik, metal və qeyri-metal arasında olacaq nə? İyon rabitə. Deməli, X ilə Y nə oldu? İyon. X3, Z2 olmalıdır yenidən iyon. Z2, Y5 isə kovalent olmalıdır. Cavab burada Y variantıdır. Qeyri-molekular quruluşu maddələri seçin dedikdə, yəni bilirik qeyri-molekular quruluşlar hansılardır? İyon, metal və eyni zamanda atom kristal qəfəsi. Burada natrium xlor iyona aiddir, silisium isə atoma aiddir. Cavab burada 2 ilə 3. Uşaqlar, baxaq 5-ci sualımıza. Oksigendir, minimum oksidaşma dərəcəsinin -1-dir. Xeyr, minimum -2-dir, maksimum müsbət 2. Bu doğru deyil. Kükürt -2, bəli, müsbət 6. 6-cı qrupda maksimum qrup nömrəsinə bərabərdir. Minimum tapmaq üçün 6-cı qrupdan 8-i, 6-dan 8-i çıxırıq, eləyir minimum. Karbon üçün də doğrudur. Maksimum 4-cü qrupdur. Minimum tapmaq üçün 4-dən 8-i çıxır, eləyir -dir. Amma hidrogen burada doğru vermir. Ona görə də biz bunu götürməyəcəyik. Cavab burada kükürdlə karbon olacaq. A variantı. Dedik, kovalent rabitənin sayını tapmaq üçün nə edirik? Oksigenin valentini vururuq atom sayına. 2 vur 4, 8. 8-dən də metalın da valentini vururuq atom sayına. Çıxırıq ümumidən. Yəni 8 çıxılsın 3 bərabərdir 5. Qeyri-polymer kovalent rabitələr bilmişik. Yalnız özü olsun. Yəni yanında digər başqa qeyri-metal olmasın. Demək, cavab burada 3 olacaq. Baxaq sonra 8-ci sualımıza baxaq. 8-də nə deyir? 8-də hansı atom kristal qəfəsinə aiddir? Silisium karbid demişdik. Atom kristal qəfəsinə hansılara aiddir? Silisium karbid, H2 silisium, yəni silisium birləşmələri və eyni zamanda karbonun almaz, qrafit, karbon, bunlar qeyri-molekulyar quruluşludur. Sonra demişdik qara fosfor, qırmızı fosfor, bunlara ehtiyac demişik. Yəni bunlar atom kristal qəfəsinə malikdir. Natrium xlor metaldır. Metal deyirəm, üzr istəyirəm, iyondur. Natrium sulfat iyondur. Ammoniakla karbon qazı adi şəraitdə yox, bərk halda qeyri-molekulyar kristal qəfəsinə malikdir. Çünki adi şəraitdə bunlar qaz halındadır, götürməyəcəyik. Hansı elementlər sabit valentlidir dedikdə, natrium, hidrogen, azot, fosfor, kükürt isə dəyişkəndir. 1 ilə 4-dür burada cavab. Donor akseptor mexanizmi dedikdə biz bilirik. Donor akseptor mexanizmli bir dəm qazında idi. Demişdim, harada NH4 iyonu varsa orada və eyni zamanda H3O müsbət. Buna da hidroksiyonum iyonu deyilir. Bu da ammonium iyonudur. Cavab burada A variantıdır. Adi şəraitdə, baxın, molekul kristal qəfəsi nə deməkdir? Adi şəraitdə bərk halda olsun. Bu molekulyardır, amma bərk halda. H3PO4, bəli, bərk halda molekulyardır, normal şəkildə. Yod, bərk halındadır, normal şəraitdə. Amma kalsium oksid özü bərkdir, özü də tərkibində burada metal var. Deməli, bu gedəcək hansına? İyon
Yəni qeyri-molekulyar quruluşunun ionla. Deməli, cavab burada 2 ilə 3-dür. 12-yə baxaq. 12-də uşaqlar nədir burada? 12-də baxın. Deyir ki, bizdə baxaq. Deyir ki, ion rabitə. Deməli, ion rabitə olması üçün biz bilirik. Əsas 1-ci, 2-ci, 3-cü qrup götürürük metal, 4, 5, 6, 7 gedirik qeyri-metal. Baxaq, amma bizdə istisnalarımız var. Birinci qrupun birinci dövrün elementi bizdə hidrogendir. Yəni, X-imiz hidrogendir, qeyri-metaldır. Bu sizi çaşdırmasın. Və eyni zamanda 3-cü qrupun ikinci dövrü elementi bordur, o da qeyri-metaldır. Onu da çaşdırmayın. Çaşdırmayın onu da uşaqlar. Yəni, bu istisna hallarımızdır. Metal rabitə deyirsə, yəni ion rabitə deyirsə, metal və qeyri-metal olmalıdır. Baxaq, A-da X-lə Z, ikisi də qeyri-metaldır. Hidrogen 6-cı qrupda kükürdür, qeyri-metaldır hər ikisi. Kovalentdir. B-də Y-lə Z, biri 5-dir, biri 6, yəni də qeyri-metaldır. X-lə Y, yenə də biri birinci qrup olsa da, yenə də hidrogendir, qeyri-metaldır. Y-imiz də qeyri-metaldır. K-lə T metal və metaldır. Ola bilməz. Y-lə T isə bizdə biri qeyri-metaldır, biri metaldır. Bəli, Y variantıdır, ion rabitəli. 13-ə baxaq. 13-də baxaq. H2O-da deyir ki, ümumi elektron rabitənin əmələ gəlməsində neçə elektron iştirak edir? Demişəm, rabitələrin sayından 2 dəfə çox rabitədə iştirak edən elektrondur. Ümumi elektronumuz neçədir? Oksigəndə 8-də, hidrogenin bir molekulunda 1-dir. Burada 2 olduğuna görə 2-yə vuracaq. Cəmi 10-dur. 4-də onun neçə faizini təşkil edəcək? 40%-ni. Baxın uşaqlar, elektron sıxlığının yer dəyişməsi hansı halda doğru göstərilmişdir? Yəni, burada məlum məsələ ki, elektron-mənfiliyi daha çox olana doğru gedir. Məlum məsələ natriumdur, metallar həmişə müsbətdir, metal yəni hidrogen metallar və bir də silisium və borda mənfidir. Yəni, daha doğrusu mənfiyə doğru həmişə elektron gedir. Karbon, hidrogen, bəli, elektron mənfilik sırasında bu sırada demişdik. Bu sırada hidrogen bu istiqamətdə elektron mənfiliyi artdığına görə hidrogendən solda duranlar elektronu özünə tərəf çəkir. Doğrudur. Kalsiumdan xlora doğru, bəli, bu mənfidir, bu müsbətdir. Metal həmişə müsbətdir. Hidrogen, brom, xeyr, bu istiqamətdə olmalıdır. Səhvdir. Demək, burada cavab 2 ilə 3-dür. 15 mis metaldır. Qrafit qeyri-polyar kovalent rabitə. Kalsium oksid ion rabitəlidir. Bu qədər uşaqlar.